Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki mövzusu da yenə İrandır. İran-ABŞ müharibəsinin artıq 4-cü gününü yaşayırıq və hadisələrin gedişatı onu göstərir ki, İran günü-gündən geri çəkilməyə başlamaqdadır. Hər nə qədər raket zərbələri ABŞ və İsrailə qarşı yönəlsə də və müəyyən dərəcədə sarsıdıcı olsa da, daxildə parçalanmaların, təlatümlərin hiss olunduğunu açıq şəkildə görmək mümkündür. Söhbət ondan gedir ki, yayılan son görüntülərdə Sepah zabitlərinin arasında yüksək rütbəli şəxslərin də olduğu deyilən şəxslərin Əfqanistan-İran sərhədini keçdiyini, yəni Əfqanistana üst tutduqlarını görmək mümkündür. Həmin kadrlarda görünən məqamlardan biri də odur ki, üzləri qara və ağ tibbi maskaları ilə örtülmüş şəxslər üzü Əfqanistana doğru hərəkət edirlər və sərhəddə çox nizamlı şəkildə keçirlər. Və sosial şəbəkələrin İran segmentində yayılan məlumatlara görə həmin şəxslər Sepah zabitləridir. Hətta şəhərlərin altında hara qaçırsınız, onsuz da hamınız cavab verəcəksiniz kimi şüarlar, daha doğrusu şərhlər və kommentlər yazılmaqdadır. Və digər məlumatlara görə Əfqanistanla sərhəddə yaxın olan İran vilayətlərində hətta adi bələdiyyə sədrləri, nə bilim, kəndlərə, yaşayış məntəqələrinə söhbət kiçik ölçülü kəndlərdən gedir də, yəni əhali və ərazi baxımından. Onların rəhbərləri də artıq postlarını qoyub Əfqanistana üst tutmağa başlayıblar. Görünən odur ki, İranda vəziyyət, daxili çaxnaşma, xaos, hərcmərclik durmadan artır. Ancaq Sepah hələ ki proseslərə nəzarət edir və müəyyən dərəcədə ali dini lider Xamneyinin ölümündən sonra bütün prosesləri özü həyata keçirməyə çalışır və İranda idarəçilik hələ ki bir əldədir. Və hadisələrin bundan sonraki gedişatı necə olacaq? Əgər xaos və hərcmərcilik bir neçə gündə davam eləsə, o zaman İranda molla rejimi çökəcək. Yəni bunun üçün elə bir hər hansı bir əngəl qalmayacaq. Çünki molla rejiminin əsas dayaqları demək olar ki, sadə insanlar idi, xalq idi və ən əsas güc olaraq Sepah ehtalat dururdu. Ehtalat nümayəndələri sırf daxildə müəyyən fəaliyyətlər həyata keçirsələr də, son 2 gündə onların da fəaliyyətsizliyi görünməkdədir. Bunu mən yox, İranda yaşayan insanlar, sadə insanlar öz sosial şəbəkələrində, xüsusən də Telegram kanallarında ifadə edirlər. Və son 2 gündə ABŞ-ın hücumlarından sonra Tehran və Təbrizdə, eyni zamanda digər şəhərlərdə, Kirmanşahda oğurluq hallarının artdığı vurğulanır. Və bugün yayılan məlumatlarda ABŞ və İsrail hava hücumundan müdafiə qüvvələrinin, eyni zamanda qırıcılarının İranın hücumlarının qarşısını almaqla bərabər evin həbsxanasında vurublar. Oradan bir xeyli sayda məhbusun qaçdığı iddia olunur. Sosial şəbəkələrin İran segmentini izləyəndə, eyni zamanda xaricdə yaşayan, mühacir həyatı yaşayan İranlıların, Güney Azərbaycanlı soydaşlarımızın şərhlərinə, fikirlərinə baxanda görürəm ki, vəziyyət heç də yaxşı deyil İran baxımından, ona görə, daha doğrusu molla rejim baxımından. Və onlar ciddi cəhdlə vurğulamağa çalışırlar ki, hal-hazırda vəziyyət o qədər ciddiləşib ki, hətta molla rejiminin mart ayının 15-nə qədər duruş gətirməsi möcüzə hesab oluna bilər. Hətta Novruz bayramını İranda yeni quruluşla, yeni hökumətlə qarşılayacaqlarını deyənlərin sayı da az deyil. Və hadisələrin gedişatı eyni zamanda onu da göstərir ki, molla rejiminin bir sıra yüksək rütbəli məmurları Rusiyaya üz tutmaq üçün pərakəndə şəkildə, fərdi şəkildə, özbaşına şəkildə Rusiya və digər ölkələrlə, yəni Rusiya, Çin və bu kimi ölkələrlə danışıqlar aparmağa başlayırlar. Üzr istəyirəm. Və ən əsası son 48-72 saat ərzində Sepah daxilində İranın ən güclü təşkilatı və İranın, belə deyək də, molla rejimini ayaqda tutmağa çalışan qurumunun daxilində xeyli sayda parçalanmaların olduğu bildirilir və həmin parçalanmaların hardan qaynaqlandığını çox maraqlı şəkildə izah edir İranlı həmkarlarımız. Təbii ki, mühacirətdə yaşayanlar. Onlar deyirlər ki, o şəxslər, o zabitlər, Sepah zabitləri və digərləri İranı tərk edirlər ki, onların komandanları satqın çıxıb və onlar aradan çıxıblar. Yəni onlar həmin şəxslərin
belə deyək də, rəhbərləri İrana və ABŞ işlədiyi üçün öz postlarını tərk eləyiblər və nəticədə belə bir hal yaşanıb və əgər rəhbər zabit şəxsi heyətin başında duran şəxs satqınsa, deməli, onunla əlbir olan, öz tabeliyində olan şəxslər də olub və çox güman ki, Əfqanistana və digər ərazilərə, ölkə xaricində üz tutanlar da elə həmin şəxslərdir ki, onsuz da ya molla rejimi, ya ondan sonraki hər hansı bir rejim onların bu dırnaqarası fəaliyyətlərini çox ciddi şəkildə cəzalandıracaq və ona görə də bəri başdan ölkədən çıxmağa çalışırlar. Tehranda vəziyyətin ağır olduğunu bildirirlər. Mağazalar demək olar ki, işləmir. Bazarlar demək olar ki, iflic vəziyyətindədir. İnsanlar çox az hallarda, nadir hallarda hətta demək olar ki, bayıra çıxırlar. Bu da növbəti bir narahatlıq yaradıb. Və İran rejimi artıq son günlərini yaşayır demək üçün hər hansı bir ciddi maneə yoxdur. Və xalq da artıq, yəni molla rejimindən bezən xalq, inflyasiyadan bezən xalq, iqtisadi ağırlıqdan, maddi durumun ağırlığından bezən xalq proseslərin, müharibənin tez bir zamanda bitməyini istəyir. Və yayılan nadir görüntü, bildiyiniz kimi İranda internet bağlıdır və az da olsa videolar, görüntülər üzə çıxır. Xalq tez bir zamanda ABŞ və İsrailin prosesləri nəzarətə əlinə almağı, münaqişəni dayandırmağı, yəni zərbələri bitirməyi, bundan sonra çölə çıxıb molla rejiminin qalıqlarını da özlərinin təmizləməsini istəyirlər və bunu əvvəllər qorxurdularsa deməyə, indi açıq şəkildə etiraf edirlər. Ancaq İran kifayət qədər ciddi dayaqlara malik ölkədir, hərbi baxımdan, strateji baxımdan. Çin və Rusiya hər nə qədər onları tək buraxsa da, ehtiyatları, indiyə qədər yığılan hərbi ehtiyatlar hələ də onu göstərir ki, bir neçə gün, bir neçə həftə də dayanmağa kömək eləyəcək molla rejiminə. Və İrandakı dəyişikliklər ümid edirik ki, vətəndaş müharibəsi ilə nəticələnməz. Çünki bizim orada 40 milyona yaxın soydaşımız var. Eyni zamanda qonşuluğumuzda problem istəmirik Azərbaycan olaraq. Bu mənim şəxsi vətəndaş mövqeyimdir. Hər halda dövlətimizin də mövqeyi ümid edirəm ki, belədir. Və buna həqiqətən də şübhə də eləmirəm. Çünki istənilən halda heç bir dövlət öz qonşuluğunda narahatlıq, problem, münaqişə istəmir. Məsələn, digər tərəf ondan ibarətdir ki, İran parçalanarsa, Güney Azərbaycanın taleyi necə olacaq? Güney Azərbaycan proseslərə hazırdırmı? Kürd dövləti yaradıla bilərmi? İran ərazisində, Kürdlərin sıx yaşadığı, kompakt yaşadığı bölgələrdə. Bax, bu ən böyük sualları doğuran səbəblərdir. Ümid edirik ki, bundan sonraki proseslər qardaş İran xalqı üçün ağrısız, acısız bitəcək və proseslər daha mülayim şəkildə inkişaf edəcək. Mən İranda yaşayan, eyni zamanda mühacirətdə yaşayan Güney Azərbaycanlılarla danışdım. Onların heç biri Şah rejiminin, Rıza Şah Pəhləvinin varislərinin yenidən hakimiyyətə gəlməyini istəmirlər. Onlar Şaha nifrət etdiyini deyirlər və öz daxillərindən namizəd kimi, Güney Azərbaycan rəhbəri kimi Pezeşkiyanı nümunə göstərirlər, Abbas Lisanini, həbsdə olan milli fəalımızı nümunə göstərirlər ki, onlar bu dövlətə, yəni Güney Azərbaycan dövlətinə rəhbərlik eləyə biləcək şəxslərdir. Və ümid edirik ki, hər nə olacaqsa bizim oradakı soydaşlarımızın mənfəətləri içərisində, mənfəətləri daxilində gerçəkləşəcək. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və şərh yazmağı da unutmayın. Hələlik.